tarixi abidənin divarını zədələyiblər. İndi də kərpiclə hörürlər. Paytaxtın Yasamal rayonunun Bayır şəhər kimi tanınan hissəsində tarixi hesab edilən daha bir bina sökülüb. Ona bitişi olan digər bina isə söküntü zamanı zədələnib. Memar Abdul Hüseynov Facebook səhifəsində yazıb ki, söküntü oktyabrın 27-sində axşam saatlarında Mirzə Fətəli Axundov 40 ünvanında baş verib. Binada bizə sakinlərdən biri məlumat verdi ki, burada hörülür və s. və baxandan sonra bilindi ki, bu deməli abidəyə zədə gətirilmişdir. Ekskavatorla sökəndə elə olmalıdır, əlbəttə ki. Memar Abdul Hüseynov deyir ki, ərazidə yerləşən tarixi binalar 110-130 il əvvəl tikilib. Buna baxmayaraq, ərazidə gedən söküntü işləri standartlara uyğun aparılmır. Ümumiyyətlə, əgər söküntü baş verərsə, bunun söküntü layihəsi olmalıdır, planı olmalıdır, müəyyən gücləndirici tədbirlər olmalıdır, hansı ki, yaxınlıqda sıx yerləşən abidəni nəzərə almalıdır. Yəni, bu tədbirlər heç biri nəzərə alınmayıb. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Rəşid Ağayev isə yalnız istismar müddəti keçmiş, qəzalı vəziyyətdə olan binaların söküntü prosesi həyata keçirildiyini deyir. Bu ərazidə 127 dənə deməli binanın qorunub saxlanılması və bütün söküntü prosesləri həyata keçirildikdən sonra o binaların yenidən deməli bərpa olunaraq bu ərazinin Bakının gözəl bir güşəsinə çevrilməsinə səbəb olacaqdır. Artıq bir ilə yaxındır ki, Bayır şəhərdə tarixi binaların, məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb. Yasamal rayon İcra Hakimiyyəti söküntünün ərazidəki qış parkının genişləndirilməsi üçün aparıldığını deyir.